Salam. Uşaqlar, bilirik ki, 9-cu sinif buraxılış imtahanına vaxtımız azalıb, yəni az bir vaxt qalıb və biz az bir vaxt ərzində məsələlərə xüsusi diqqət etməliyik. Çünki deməli açıq tipli suallardan bilirik ki, məsələlər düşür. Ona görə də mən 21-ci bir məsələnin izahını sizə çəkəcəm. Deməli bu məsələdə bizə deyir ki, hündürlüklərin nisbəti 3 dənə bina var. Bu olsun birinci bina, bu olsun ikinci bina, bu da olsun üçüncü bina. Deməli, bizə deyir ki, hündürlüklərin nisbəti 11, deməli, 11K, 11K, yəni nisbətlər yazanda biz onları K-larla, X-larla və ya başqa bir şeylə yazdırdıq. 11K, 14K, bir də 17K olaraq hündürlükləri bu nisbətlərdə bölünür və hündürlükləri cəmi 84-dür. Yəni 11K plus 14K plus 17K bərabərdir 84-ə. Buradan da deməli hesablasaq 42K bərabərdir 84. K-nın burada 2 olduğunu tapdıq. Və biz bildik ki, onda binamızın birinin uzunluğu 22, digərinin uzunluğu olacaq 28, üçüncü binanın uzunluğu da 34 metrdir. Və bizə deyir ki, hər binanın ilk mərtəbəsi 4 metrdir. Yəni buradakı binaların birinci mərtəbələri hamısı 4 metrdir. Və sonraki mərtəbələr isə 3 metr olarsa, ən kiçik bina neçə mərtəbəlidir? Bizə ən kiçik bina lazımdır. Ən kiçik binamız da bilir ki, 22 metrdir. Yəni 22 metrdən axırıncı mərtəbəni çıxırıq. 4 metri çıxırıq, qalır 18 metr. Və bizə deyir ki, növbəti mərtəbələr arasındakı məsafə 3 metrdir. Yəni 18-i də bölürük 3-ə, eləyir 6. Yəni bu 6 mərtəbə buradan var, mərtəbə. Bir dənə də mərtəbə 4 metrlik mərtəbəmiz var. Bir mərtəbə də birinci mərtəbədir. Daha doğrusu 4 metr birinci mərtəbədir. Onda ən kiçik binamız olacaq 7 mərtəbəli. Bu qədər asan və sadə.